Allah'ın salamı olsun sizlərə, dəyərli izləyicilərim. Bax, 119 sayılı marşrut düz evin qabağından keçir. 3 otaq, 2 mərtəbə, padobyekt bir ev sizə təqdim edirəm. Qiymət də nə? 49 min. Daxil olduq evimizə, Kərbəlayı. Bax, bura evimizin, həm bizim dəyərli izləyicilərimiz buranı həm mətbəx kimi, həm də zal kimi nəzərdə tutulub. Bu gördüyünüz hissələr istifa oldu. Demək, burada sağda belə bir hamam sanatoriyimiz var. Kərbəlayı, bir də ona göstər zəhmət olmasa. Belə bir hamam sanatoriyimiz var. Yeni təmirdən çıxıb. Bu gördüyünüz, məsələn, təmirdən çıxdığına görə bunlar götürüləcək hamısı. Bura bir qladovkamızdır, qardaşım. Gəl zəhmət olmasa videonu saxlama, qardaşım. Yəni, belə deyim də sıfırdır da ev. Yəni, təmirdən sonra yaşayış olmuyor. Qapını açdım, düz marşrut qapının ağzından keçir. Plusda ki, Heydərli prospektinə ara 100-150 metr. Bax, burada belə bir, qardaşım, ikinci mərtəbədə belə bir otağımız var. Körpə balalarımız nəzərdə tutulmuş, belə bir detisk otaq. Qardaşım, gəl bura. Gəl Kərbəlayı, gəl buranı da göstərək, qardaşım. Bu, ikinci bir yataq otağımızdır. Ümumilikdə 3 otaq oldu da, düzdür. Və onda nəzərə satayım, sahibi hədiyyə olaraq hamam aksesuarlarıdır, sanucerin aksesuarlarıdır, lüstrüdür, pərdələridir. Hamısı sahibi tərəfindən mənzili alan şəxsə hədiyyə olaraq qoyulacaq. Mənzilimizin start qiyməti 49 min manat, 3 otaq, marşrut qapının ağzından keçir. Mən prospektə yaxın, məktəbə yaxın, qardaş 49 min manata nə verirlər? Sənət də, qardaşım, bələdiyyə sənətidir. Allah alanı da, satan da xeyir versin inşallah. 114 əmlak olaraq hər birinizin xidmətindəyik. Allahın amanında olun.